Salam əziz izləyicilər. Layihə çərçivəsində artıq 5-ci dəfədir ki, sizinlə görüşürük. Verilişimizin bugünkü mövzusu Azərbaycanda palçıq vulkanları və davamlı turizm. Bildiyiniz kimi layihə Səma və Ekososial İqtisadi İnkişafa Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir. Və bu podkastlar Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı layihəsi çərçivəsində baş tutur. Layihənin həyata keçməsinə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə xüsusi təşəkkürümüzü bildiririk. Və bugünkü mövzumuz isə Azərbaycanda palçıq vulkanları və davamlı turizm. Verilişimizin qonağı isə bildiyiniz kimi və mövzusundan da göründüyü kimi beynəlxalq dərəcəli turizm üzrə ekspert Əziz Şiriyev. Xoş gəlmisiniz Əziz müəllim. Xoş gördük sizi Dilşad xanım. Çox xoşdur sizinlə olmaq. Necəsiz? Allah razı olsun. Çox gözəl. Bu cür mövzulara toxunanda ümumiyyətlə gözəl olur. Çox gözəl. Sizi Allah daha razı başqa necə təqdim etməyimizi istəyərdiniz? Mən öz haqqımda çox danışmağı xoşlamıram, amma bəzi şeylər var ki, ümumiyyətlə Bəli. bilinsə daha gözəl olar. Vurğuladığınız kimi beynəlxalq dərəcəli turizm üzrə ekspertəm. Cənab nazir tərəfindən fəxri fərmana layiq görülmüşəm. Ölkəmizi xaricdə təmsil edirik və 100-dən artıq tələbəm var və mən bu işi sevirəm. Əslində deyir elmin zəkatı öyrətməkdir. Bəli. Çünki biz özümüz də öyrənmişik, öyrətməliyik və özəl tələbələrim var və universitet tələbələrim var. 2 ali təhsil müəssisəsində də dərs deyirəm və Azərbaycan və ingilis dillərində bakalavr və magistrlara dərs deyirəm və 100-dən artıq özəl tələbənin də onlar özləri müraciət edirlər, tanıyırlar, bilirlər, eşidirlər, müraciət edirlər və onlara ayrıca təlimlər keçirilir. Mütəxəssis kimi bu sahədə yetişməsinə köməklik göstəririk. Təbii ki, turizm sahəsi elə bir sahədir ki, keçirilənlər nəzəriyyə praktikaya əsaslanmalıdır. Bir nəzəriyyə praktikaya əsaslanmırsa, o heç vaxt effektiv ola bilməz və biz də özümüz bu sahədə olduğumuza görə və turizm şirkətinin də rəhbəri olduğuma görə 20 ildən artıqdır mən bu sahədəyəm. Şirkət də 15 ildən artıqdır ki, fəaliyyət göstərir və o səbəbdən dolayı sahədə olan adam reallıqları, yəni bütün prosesləri görür deyənə birbaşa öz tələbələrini real şəkildə ötürə bilir və ən sevindirici hal ondan ibarət ki, mən tələbələrimi xaricə gedəndə də otellərdə, restoranlarda, hava limanlarında işləyərkən görəndə çox gözəl duyğudur. Siz də bu halda yəni ki, rastlaşırsınız və son hadisə Gürcüstan hava limanında olmuşdu ki, mən ailəmlə gələndə mən səmimi insanım, xoşlayıram ki, olduğu kimi bütün hadisələri danışaq. Orada bir silah alınmışdı oğluma, oyuncaq təbii ki və oradan X-ray aparatından keçəndə onu həqiqi silah kimi görmüşlər və məni dəvət elədilər, getdik oranı. Çantanı açmaq istəyəndə təbii ki, mənim icazəm olmalıdır ki, şəxsi əşyad açılsın. O başını qaldırdı və məni gördü, tələbəm idi. Dedi, əziz müəllim, sizsiz, heç bir şeyə yoxlamağa ehtiyac yoxdur. Buraxdı çantanı və bu elə bir hissdir ki, yəni pulla ölçüləcək bir şey deyil. Və ona görə deyirəm, mənəvi bəzi ehtiyaclar var ki, onlar heç vaxt maddiyyat əvəz eləyə bilməz. Bu sevgidir, qayğıdır, mənəvi dəyərlərdir ki, bunları qoruyub gələcək nəsillərə də çatdırmaq lazımdır. Təbii ki, biz KOBİYAda, Kiçik Orta Biznesin İnkişaf Agentliyində də mütəxəssis olaraq mən təlimlər keçirəm. ASK var, Azərbaycan Sahibkarlar Konfederasiyasında, Turizm Komissiyasının sədr müaviniyəm. SKAL var, Fransada baş qərargah, Turizm Peşəkarlar Klubu, onun Azərbaycandakı ən aktiv üzvlərindən biriyəm. Əslində çoxdur, yəni sadalamaqla. Gənclər sual verirlər ki, əziz müəllim, bu qədər şeyi necə çatdırmaq olar? Əslində insan istəsə çox iş görə bilər. Fövqəlbəşəri varlığıq da biz. Sadəcə gənclərə tövsiyəm ondan ibarətdir ki, daha aktiv olsunlar və günlərini, yəni time management vaxtı ilə tənzimləsinlər ki, daha məhsuldar olsun. Mən bir daha öz-özümə daha doğrusu belə nəticəyə gəldim ki və bir daha da əmin oldum ki, mən çox doğru qərar vermişəm sizi verilişə qonaq dəvət eləməkdə. Çünki bu layihənin verilişlər hissəsi, çəkiliş hissəsi belə deyim də, tanıtım hissəsi bizə həvalə olunanda və dedilər ki, bəzi qonaqları siz dəvət edəcəksiniz. Mən və turizmlə bağlı qonaq dəvət edəcəksiniz deyəndə ilk ağlıma gələn insan siz oldunuz və dedim ki, mütləq şəkildə Əziz Şiriyev bizim qonağımız olmalıdır. Çünki turizm haqqında, ümumiyyətlə ekoturizm haqqında sizdən yaxşı danışa bilən ikinci bir insan mən inanmıram ki, olsun. Bəlkə də var, amma mən tanımıram, mən sizi tanıyıram. Təşəkkür edirəm. Çox sağ olun verdiyiniz dəyərə görə.
Biz uzun müddətdir bir-birimizi tanıyırıq və bugünkü görüşümüzdə tanışdığımızın nəticəsində bir tərəfdən nəticəsindədir, amma bir tərəfindən də siz mütəxəssis olaraq Bəli, məni bəli, tanıdığınıza bəli, görə dəvət bəli, eləmisiniz. tam Mən də mütəxəssis həm də olaraq. dostlarıma deyirəm, tanışlarıma, yaxınlarıma deyirəm ki, əgər mən bir işi bacarmıramsa, yaxın da olsa məni ora dəvət eləməyin. Bəli. Hər kəs işinin peşəkarı olmalıdır. O kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan. Biz öz əziyyətimizlə gəlib bu yerlərə çıxan insanlarıq. Ona görə mən öz əziyyəti ilə nailiyyətlər əldə edən heç kimin, yəni minnətsiz, yəni öz əziyyətinə ayaq üstündə duran insanlara böyük hörmətim var. Eləcə də sizə. Çox sağ olun, çox təşəkkür eləyirəm. Var olasınız. Bizim mövzumuz çox genişdir və bu haqqda biz çox bol söhbətlər eləyəcəyik və elə turizmlə, ekoturizmlə başlayaq. Turizm növləri çoxdur əslində və bu turizm növləri həmişə deyirəm biz standartdan kənara çıxmalıyıq. Standart turları hər kəs eləyə bilər. Bəli. Məsələn, bugün 18 yaşında gənc əgər universitetə daxil olursa, artıq başlayıb bunun müəyyən bir müddətdə praktika müddəti başlayır. Artıq turizm şirkətlərində mən hər zaman deyirəm 16 təhsil müəssisəsində turizm var və bunlar orada olan gənclər qapalı divarlar arxasından daha çox praktikaya əsaslanan yerlərdə olmalıdırlar ki, real hadisələri yaşasınlar. Restoran işini oxuyanlar restoran üzrə, otel işini oxuyanlar otel üzrə, turizm sahəsində turizm işinin təşkili var. Bəli. O turizm şirkətində olsalar daha yaxşı olar, daha məqbul olar. Və 18 yaşında olan bir gənc və yaxud 20 yaşında olan bir gənc hər hansı bir turu götürüb paylaşırsa, bu normaldır. Bu copy-paste eləyə bilər. Götürüb oradan hardasa onu paylaşa bilər. Amma bir mütəxəssis olaraq bunu mənim eləməyim yanlış olar. Yəni mənim əlaqələrim və mənim bu işdə olan təcrübəm, illərim mənim başqa işləri görməyə də imkan verirsə, mən 20 yaşında uşağın, yəni tələbənin, gəncin elədiyi işi eləməyə mən özümə yəni uyğun görmərəm. Nəyə görə? Yəni bu belə bir şey deyil ki, sən onu eləməməlisən. Amma ondan artıq nə eləyə bilirsənsə, onu da elə və gənclərə də nümunə ol ki, gələcəkdə onlar da sənin yoluna deyil, tikmədim ki, özüm qala, tikdim ki, izim qala. Və bu günlərdə standart turizmdən daha çox biz digər turizm növləri üzərində çalışırıq ki, zaten standartı görən çoxdur. Bugün əgər qış turizmindən söhbət gedirsə, Şahdağ turları, Tufandağ turları və yaxud Naxçıvanda yerləşən Ağbulaq. 3 istiqamətdə bizim qış turizmimiz var, real olaraq. Amma Əziz müəllim bugün fikirləşir ki, ekoturizmi necə inkişaf elətdirsin? Əziz müəllim fikirləşir, bugün sağlamlıq turizmi necə inkişaf elətdirsin? Agroturizm, ondan sonra kənd yaşıl turizmi necə inkişaf, ekstrem turizm. Yeri gəlmişkən 30 ildən sonra işğaldan azad olunan Qarabağımız bizim canımızdır. Şuşa da onun üzüyün qaşıdır, biz hər zaman deyirik. Və biz çox xoşbəxt insanlarıq bugün bizə qismət olub. Vurğuladığım kimi şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin və ordumuzu da qorusun, dövlətimizi, millətimizi qorusun. Əsas məsələ ondan ibarətdir ki, yeni destinasiya nöqtəsi olaraq qədim torpaqlarımızda bu turizm növlərinin hər biri üçün geniş imkanlar var. Böyük potensial var. Bugün ekstrem turizm üçün bilirsiniz ki, Şuşanın özündə bizim milli qəhrəmanlarımız arxadan qalxaraq dağa, oradan arxa ermənilərin, yəni düşmənimizin gözləmədiyi tərəfdən belə hücuma keçib əlbəyaxa döyüşərək, yaxın məsafədən döyüşərək, bu çox ürək tələb eləyir, bu çox cəsarət tələb eləyir ki, o da bizim ordumuzda var. Allah qalanlara can sağlığı versin, qorusun. Digər turizm növü, ekoturizmin özü, yəni Laçın, Şuşa, Kəlbəcər, inandırım sizi ki, yəni orada qartalın siz uçuşunu görəsiniz, oradakı yaşıllıqları görəsiniz. Dünən dostlarımız Laçından bir şəkil göndəriblər. Yəni ekoturizm, təbiət necə desin ki, buradayam da, yəni gəlin, yəni bu qədər ağacı kim əkə bilər? Yəni Allah bizə elə nemətlər bəxş edir. Ümumiyyətlə Azərbaycan olaraq, yəni ölkə olaraq biz elə bir coğrafi mövqedə yerləşirik ki, 11 iqlim qurşağının 9 iqlim qurşağının tipi bizdədir və bugün istəyirəm ki, ölkəmizi təkcə hava limanından gəlib hər hansı bir əyləncə yerində və yaxud 4 ulduz, 5 ulduzlarda dincələrək, istirahət eləyərək elə tanımasınlar. Azca xanımlarımızı belə ən gözəl cəhətdən tanısınlar. Bizim Sara Xatun kimi, Nigar kimi, yəni Nəbinin, Qaçaq Nəbinin, Həcər kimi, məsələn, Xurşudbanı Natavan kimi, at belində, elə sizlər kimi, at belində, silah
əllərində, yəni mərd xanımlar olar. Bəli, Belə bizim bəli. cəsarətli, qeyrətli xanımlarımız, elə Eynən, tanısınlar eynən. xanımlarımızı. Və yaxud mətbəximiz bizim dünyada ən gözəl mətbəxlərdən biridir. Və yaxud bizim elə təbiətimiz çox gözəldir. Muğamımız, incəsənətimiz hansı ki bizim muğamın alimi deyirəm, Alim Qasımov Amerikada yerdə oturur, muğam oxuyur, Bəli. insanlar ayaq üstündə onu alqışlayır. Yəni bunlar hamısı bizdə varkən ekoturizmin də bir hissəsi bizdə milli parklar çoxdur. O mövzuya toxunacağam. Bəli, bəli. O çox böyük mövzudur və bunlar varkən biz niyə bizə yaraşmayan tərəflərdən daha çox tanınmalıyıq ki, hansı ki, bura ailə ilə gələn kifayət qədər turistlər var. Mən təkcə yerli turistlər üçün bizim vətəndaşlarımıza da çox maarifləndirmək lazım. Bu layihə o qədər dəyərli layihədir Bəli, ki. məncə də çox dəyərli layihədir. İlk gündən mən İradə xanıma deyirəm, çox mühümdür. Çünki bizim vətəndaşlarımız bizdə olan dəyərli nemətlərin qədrini, təbii ki, dəyər verənlər də var, indi hamıya aid deyil, amma əksəriyyət bəlkə də bu Tufan üzr istəyirəm, bu Qobustan, Palçıq vulkanlar falan bunun əhəmiyyətini o dərəcədə bəlkə də bilmir və yaxud fərqində deyil və yaxud təbiətimizin nə qədər gözəl olduğunu fərqində deyil. Məsələn, bu günləri nə qədər qəribədir ki, xaricə gedərkən turist sizə deyir ki, Lahıcda olmusunuz, Xınalıqda olmusunuz, siz deyirsiniz, yox deyir, amma mən olmuşam. Yəni biz Azərbaycanlı olaraq həmin yerdə olmamışıq. Məsələn deyirəm, mən həm də ölkə daxili turizmin rəhbəriyəm deyənə olmadığım yer, gezmədiyim, mən hətta valideynlərimə uşaq olarkən söz vermişdim ki, mən ölkəmizi qarış-qarış gezməsəm xaricə getməyəcəm. Yəni məncə də elə olmalıdır. Bir dəfə bu yaxınlarda, bilmirəm o söhbət harda oldu, amma qızlar arasındaydıq, danışırdıq. Kimsə birisindən soruşub ki, bəs yox, bu elə ilk verilişdə idi. Vəfa xanım bizim qonağımız idi. Ondan kimsə soruşub ki, bəs necə olar ki, biz dünyanı səyahətə çıxmağa başlayaq da? Yəni o hiss sizdə necə yaranır? O ona cavab verib ki, siz hələ birinci Azərbaycanı gəzin. Azərbaycanın o qədər gəzməli, görməli yerləri var. Həqiqətən də elədir. Mən özümdən götürürəm və o artıq insan gəzdikcə, kəşf elədikcə hər bir yerdə Azərbaycanın o qədər gözəl yerləri var ki. Bugün çox təəssüf ki, insanların bəziləri elə yerlər var ki, açıq məsələn Astaran Sım kəndi var. Açıq səma altında muzeydir. İnsanlar biraz biz tarixən getdikcə də keçmişimizə qayıdırıq. Bəli. Biz o kənd həyatındakı o səhər yeməyi var. Həm səmimiyyəti. Bəli, oradakı o kənd həyatının evdə məsələn bizdə orada bir Elman dayı var. Biz onun evinə gedəndə adam az qalır ki, yəni özü evi tərk edir, evi versin bizə ki. Yəni o qədər qonaqpərvər. Ümumiyyətlə regionlarda insanlar çox xalq olaraq biz qonaqpərvər xalqıq və heç vaxt bizə rayona gedən insanlar heç vaxt evsiz qalmazlar. Yəni başqa yerdə qala bilməzlər. Götürüb evinə aparacaq. Hətta mən belə bir şey gördüm Xınalıqda ki, mərkəzdə bir neçə nəfər oturub, deyirsən burada harda qalmaq olar? Sual verərkən aralarında artıq qərar veriblər. Məsələn, gələn qonaq bir gün sənin evində qalmalıdır, bir gün orada. Deyir ki, bu gün sənin növbəndir. Götür apar qonağı, yerləşdir, yeməyini, içməyini ver, təmənnasız. Yəni bu qədər gözəl bir adət-ənənəmiz var bizim və ilk kanalizasiya xəttinə qədər bizdə o vaxt olub. Hətta xaricdən gələn, ümumiyyətlə Çin, Yaponiya, Koreya, Avropadan, Amerikadan, Avstraliyadan gələn turistlər tarixə daha çox dəyər verirlər. Bəli. Və həmin yerlərə maraq daha çoxdur. Basqalın özünə. İlk kəlağaylarımız var bizim, bilirsiniz ki, orada Azər ipək var. Şəkidə və onların istehsal yerində şəbəkə var. Mıxsız bilirsiniz ki, toxumalar var. İnandırım sizi, ecazkardır. İnsanı, ruhunu özündən çıxar, cismindən ayırır. Yəni o qədər gözəlliklər var Azərbaycanda. Demək ki, bu tarixi abidələr turistləri daha çox cəlb edir. Bəli, turistləri daha çox cəlb edir və o ki qaldı sizin ekoturizm məsələsinə. Bu da turizm növlərinin ən vacib məqamlarından biridir, növlərindən biridir və mən hər zaman vurğuladığım kimi bir neçə dərs var ki, bu məktəblilərin dərsliyinə salınmalıdır. Hətta bəziləri bağçadan belə tövsiyə edirlər, amma məktəblilərin dərsliyinə salınmalıdır. Bu elmlərdən biri sahibkarlıqdır.
maliyyənin idarə olunmasıdır. Bəli. İnsanlar bu gün pul qazanmağı bacarır, amma pulu xərcləməyi bacarmırlar. Və eyni Düzgün zamanda da xərcləməyi ünsiyyət Bəli, bacarıqları. ünsiyyət, soft skills, Yeah. yumşaq bacarıqlar, Bəli. ünsiyyət bacarıqlar bunlar çox önəmlidir. Önəmlidir, çox Bunun içərisində önəmlidir. psixologiya da gedir, Bəli, milli bəli. mənəvi dəyərlər də Bəli, gedir bəli. və insanlarla ünsiyyət forması. Hətta mən bu gün universitet tələbələrinə bir dəqiqə özün haqqında danış deyərkən ayaq üstündə 40 saniyədə və yaxud 45 saniyədə deyir ki, müəllim bitdi. Yəni insan bir dəqiqə öz haqqında danışa bilmir. Bu Bəli. sabah kütlə qarşısında Bəli. necə danışa biləcək? Biz ekoturizmdən danışdıq, palçıq vulkanlarından danışdıq. Bəs sizə görə bu ekoturizmin inkişafında palçıq vulkanlarının rolu varmı? Ümumiyyətlə rolu nədən ibarətdir? Bəli, çox mühüm bir məqama toxundunuz. Ümumiyyətlə mən hər zaman vurğuladığım kimi 3 əsas ünsür önəmlidir Azərbaycan iqtisadiyyatı üçün, ölkəmizin inkişafı üçün. Birinci kənd təsərrüfatıdır, ikinci turizmdir və üçüncü istehsaldır ki, bunlar olarsa heç vaxt ölkənin iqtisadiyyatı geriyə getməz, hər zaman inkişaf eləyər. Təbii ki, bu kənd təsərrüfatı ilə turizmi birləşdirən agroturizmdir. Ekoturizm də sağlamlıq turizmindən çox əlaqəlidir. Fikir verirsiniz, turizm növlərinin bir-birinə keçidi var. Və bu çox mühüm məqamdır. Bura toxunacağam. İstehsalı nəyə görə deyirəm? Çünki bizdə o qədər yüksək potensial var ki, biz çox şey özümüz istehsal edə bilərik. Bəli. Özümüz istehsal edəndə də xarici valyutadan asılılıq azalır. Yəni istehsal özümüzdədir, yeni iş yerləri açılır, Bəli. nə qədər insan işlə təmin Təbii olunur ki. və xaricdə hər hansı bir xam malın, məhsulun qiyməti qalxanda artıq o yerli məhsul olduğuna görə qiymətə təsir eləmir. Eyni qiymətlə biz ala bilirik. Çox mühüm məsələdir bu. Hətta bəzən başqa ölkələr bizdən xam Bəli. malları alırlar, aparırlar. İdxal. Məsələn, biz Bəli. ixrac eləyirik. Biz artıq ixrac edən ölkəyə çevrilik və Bəli. bu nə qədər xoşdur ki, artıq ölkəyə, iqtisadiyyatımıza maliyyə gəlir və ən vacib məqamlardan biri agroturizm kənd təsərrüfatla turizmi birləşdirir. Amma sağlamlıq turizmlə ekoturizm arasında çox incə bir bağlılıq var. Bu bağlılıq nədən ibarətdir? Əgər biz bu gün sağlamlıq turizminə nəzər yetirsək, sağlamlıq turizmin özü də iki yerə bölünür. Tibbi turizm var, sağlamlıq turizmi var. Tibbi turizm təbii ki, bizim ehtiyacımız olarsa, məsələn, diş həkiminə gedirik, nə bilim, ürək həkiminə gedirik, stent var, anjio, digər məsələlər var. Ciddi şəkildə bizi narahat edirdi, yəni. Müsəlman da belədir. Ciddi şəkildə narahat eləməsə həkimə getməyəcək. Amma sağlamlıq turizmi biz özümüzü reabilitasiya var, fizioterapiya var, yoga var, cürbəcür bilirsiniz də. Məsələn, Naftalan bizdə Bəli. unikal məhsullar var ki, dünyanın heç yerində buna rast gələ bilməzsiniz. Və biz bunlardan yararlanmalıyıq. Birinci Naftalan neftidir də, düzdürmü? Bəli. Naftalan neftinin ərazisi də rekreasiya zonasıdır və belə deyərdim də. Hətta bilirsiniz, oradan Naftalan neftini uzaqlaşdıranda həmin keyfiyyətini itirir. Və onu başqa yerə aparmaq olmaz. Hətta bir də xarici Avropa ölkəsində bunu eləmək istədilər. Görürlər ki, həmin effekti vermir. Bu ancaq Azərbaycan. Allah bu neməti Azərbaycan üçün verib. Və ikinci artıq təbii mineral və termal sulardır ki, bizim rayonlarımızda termal və mineral sularımız boldur. Və bunun adlarını bir-bir sadalasaq, Naxçıvan, Gədəbəy, Qax, çoxdur rayon Xızının özünün çox rayonlarımızın suları var, gözəl sularımız var. Bu da bir nemətdir və üçüncü Duz dağıdır ki, hansı ki, heç bir iynə dərmansız siz nəfəs alaraq sadəcə bütün bronxial, asma falan digər bütün xəstəliklər gedir. Bunlardan da digəri unikal məhsul palçıq vulkanlarıdır. Palçıq vulkanları dünyada ən çox bizdədir. Bəli. Çünki palçıq vulkanlarının biz hələ də tam deyərdim ki, kəşf olunmayıb palçıq vulkanları. Hələ də biz lazım olan effekti əldə edə bilmirik palçıq vulkanı. Niyə görə? Bu günləri biz palçıq vulkanlarına muzey olaraq turistləri aparırıq. Bəzi turistlər, mən fakt neçə illər bundan qabaq turistlərin ora palçıq vulkanına daxil olduğunu, onların sonra çıxıb günəş şüası altında dayandığını, sonra qurrandığını və maşına minib yenidən Bakıya qayıtdığını şahid olmuşam və ən vacib məqam ondan ibarətdir ki, palçıq vulkanları bilirsiniz ki, bu bir neçə məqam var bu palçıq vulkanlarında. 350-yə yaxın Azərbaycanda palçıq vulkanları var. Bunun təxminən 160-ı Xəzər dənizinə düşür. Tektonik zona olduğuna görə Xəzərdə çox zəlzələlər olur. Bəli. Ən böyük göl olduğuna görə bilirsiniz də dəniz adlanır və Qobustan dövlət qoruğunun ərazisində yerləşən bilirsiniz palçıq vulkanları və orada bir neçə palçıq vulkanı var. Torağay ən böyük palçıq vulkanıdır. Bu ən məşhurudur özü, dünyada da məşhurdur və
%90 da belədir. Təkcə Bakıya aiddir, Bakı ətrafı və elə digər istiqamətlərdə də var. Niyə görə? Ən çox neft və qaz Bakı ərazisində, Xəzəryani ərazilərdə çıxdığına görə bu görün necə bir təbii prosesdir Bəli. ki, hətta mütəxəssislərə belə kömək eləyir ki, geoloqlara Bəli. neftin, qazın tapılmasına Tapılmasına, birbaşa bəli. kömək eləyir. Çünki metan qazıdır. Metan qazı bilirsiniz CH4-dür və yerin dərinliklərində olur. Hətta bizim evdə yandırdığımız qaz belə təbii qaz CH4-dür, yəni metan qazıdır. Ona niyə görə biz C3H8 propanda olur. Bilirsiniz də o qaz doldururlar içərisinə propana. Onu dolduranda propanlar onu sıxmaq olur. Amma metanı sıxan kimi partlayır. Ona görə də o qaz təzyiqi orada dərinliyə getdikcə təzyiq artdığına görə oradakı sıxıldığına görə partlayır, vurur. O palçığı ki bayıra çıxartır və dərinliklərdən, yəni su gil olduğuna görə elə də isti olmur o. Çox belə ilıq olur və sağlam, çoxlu minerallarla bol olduğuna görə çox gözəl effekt verir, sağlam və hətta dəri üçün çox gözəl nəticələr əldə etmək olur. Siz dediyiniz bu bilgiləri sizdən əvvəlki verilişlərdə də bizim mütəxəssislər dilə gətirib söyləmişdilər. Mən palçıq vulkanları haqqında bu qədər bilgiyə sahib deyildim, amma bu verilişlər, podkastlar sayəsində müəyyən bir biliklər əldə elədim və ondan sonra siz dediniz indi neft və qazın hətta aşkarlanmasında bu palçıq vulkanlarının Bəli, böyük bəli. rolu var. Bunu artıq mən ikinci dəfədir eşidirəm. Çox Və bu gözəl, çox, bir effektiv də bir şeydir. keçən dəfə də o bir verilişimizdə səhv eləmirəmsə Sadiq müəllim bunu dedi. Dedi ki, o qədər ki qaz olur onların tərkibində, Bəli. hətta o qaz vurub partlayır. Bizdə o seysmik zonada yerləşdiyimizə görə Bəli, Azərbaycan olaraq o vulkanlar sayəsində bizdə zəlzələlər az olur. Bəli. Onların hansı ərazidə yerləşməsi, həmin ərazilərdə digər insanların yaşaması təhlükəsizliyi və o seysmik o bütün Bəli. çəkir aparırdı yəni Bəli. ora. Bu da bir nemətdir. Biz əslində yenə də deyirəm, bizdə çox şey verib Allah Taala. Yəni bunun qədrini bilmək lazımdır. Əslində bizdə bəlkə də kəşf olunmayan çox şeylər var. Bəli, mənə elə Zaman gəlir. bunlar hamısı kəşf Bəli. olunacaq və turistlər baxımından insanlar bəlkə də hər hansı bir dəvət etdiyi mütəxəssislər digər tərəfdən mövzuya baxırsa, mən turizm tərəfdən hər Təbii ki, zaman baxıram. bizim mövzumuz bu Bəli, gün bəli. turizmdir. Bu tərəfdən baxıram ki, çünki mənim üçün ölkəmizdə olan nemətlərin yerli vətəndaşlar öz yerində, xaricdən gələn vətəndaşların onlardan istifadə eləməsi və ölkəmizin iqtisadiyyatına müsbət təsir, yəni maliyyənin axınının təmin eləməyi daha çox düşündürür. Bəs Çünki yaxşı bu xarici Bəli. turistlər üçün infrastrukturun inkişafı üçün Baxın. nələr? Aha. əsas mövzulardan biri odur ki, mən hər zaman bunu nazirlikdə də vurğulayıram ki, ora gələn turistlər zaten bunun içərisinə daxil olanlar olub, yəni şəkil çəkdirənlər falan. Dünyanın heç yerində bu pulsuz deyil. Və insanlar biraz da təhlükə var. Yəni bu lavası var, epicentri var. Bu həmin zamanda heç kim zəmanət verə bilməz ki, palçıq vulkanı püskürməyəcək və Bəli. heç kimə də söz verməyib. Yəni Bəli. vulkan ki, mən püskürməyəcəm. Və əsas məqam ondan ibarətdir ki, biz həm turistlərin təhlükəsizliyini təmin etməliyik. Yəni bu hər hansı bir şirkət tərəfindən ölkəyə gətirilmiş turistdir. Bu bir məsuliyyət daşıyır ona Təbii görə. ki. Ölkə olaraq biz də bir məsuliyyət daşıyırıq ki, Azərbaycanda belə bir bədbəxt hadisə oldu və neçə nəfər həyatını itirdi. Bu bizə lazım deyil. Çünki dünyada Azərbaycan, yəni ölkəmiz ən təhlükəsiz ölkələr siyahısındadır. Bəli. Və ona görə biz xeyli sayda turisti ölkəmizə cəlb eləyə bilərik. Və bundan da maraqlı məqam ondan ibarətdir ki, orada olan palçıq vulkanlarında olan çıxan palçığı biz borular vasitəsilə orada bir sanatoriya falan tiksələr və orada vannalar, təbii palçıq vannaları müəyyən bir temperaturda, müəyyən dəqiqələr çərçivəsində insanlar orada uzanaraq, üzr istəyirəm, yəni palçıq vulkanını qəbul edib, necə ki Naftalan vannasını qəbul edirlər və ondan yararlanıb, həm də paketlərdir. Bilirsiniz, sağlamlıq turlarında tam fərqlidir, eko turlarda tam fərqlidir. Gələn insanlar əgər sağlamlıq varsa onun içərisində, biz bu palçıq vulkanına təkcə ekosistem tərəfindən, ekoturizm tərəfindən baxmırıq da. Yəni oradan çıxan palçıq həm də sağlamlıq tərəfindən Bu insanlara yəqin çox ki, xeyirli həkim verir. nəzarəti altında Bəli, həkim olmalıdır nəzarəti. çünki Ümumiyyətlə Naftalan nefti olsun, palçıq vulkanları olsun, duz dağı olsun, hamısı həkim nəzarətində aparılır. Və ora check-up olunur gələn qonaqlar ki, bu
məhsul onun bədəninə ziyanı olacaq. Elə insanlar allergiyalıdır. Elə insan var hər hansı bir orqanına ziyan yetirə bilər və yaxud ürəyinə ziyan ola bilər onun. Ona görə də əsas məqam ondan ibarətdir ki, həkim check-upından keçir və 1 həftəlik, 2 həftəlik, 3 həftəlik və 4 həftəlik paketlər olur. Təsəvvür edin, bir var turist 1 günlük, 2 günlük və yaxud 3 gecə, 4 günlük Bakıya gəlsin. Bir də var ki, 1 həftə qalmaqla Bakıya gəlsin. Bu nə qədər bizi daha çox turist cəlb eləmiş olaraq. Bir, bu məqama mən çox diqqət edirəm. Bir də Naftalan daha çox SNQ ölkələrindən, yəni postsovet ölkələrindən daha çox ora gəlirlər. Hətta mən 3 il arxa-arxaya orada olanda otellərin birində Qazaxıstandan böyük bir iş adamının oğlu orada idi. Biz onunla tenis oynayanda sonradan tanış olmuşuq təbii ki. Biz vəzifəsinə görə kiməsə yaxınlaşmarıq. Təbii ki. Və həmin adam mənə dedi ki, atam burada SSR vaxtından, yəni Sovetlər dönəmindən çox gəlib, buranın çox effektivliyini görüb və mənə də deyib ki, ay oğlum, bizim pulumuz olsa da sən yalnız və yalnız orada dincəlməlisən. Dünyanı gəzə bilərsən. Bugün Miami-də göndərə bilər onu Amerikaya, amma böyük bir tikinti şirkətinin rəhbərinin oğluna, amma Naftalına gəl, görün nə qədər faydalıdır. Yəni biz buradan bura Naftalına getmək istəmirik, istəyir Avropa gedək, amma dünya Naftalına gəl. Və bir də ən vacib məsələlər regionlarda olan hava limanlarının işləməsidir. Təkcə Bakını biz yükləməməliyik. Yəni həm də regionda olan hava limanı qiyməti biletlərin daha ucuz olur, daha uyğun olur. Təxminən 150, 200, 250 manat civarında daha ucuz olur. Və Gəncəyə gəlsə Gəncə hava limanına oradan bir dənə bir Vitadan, Viyanadan bir transfer maşını qoysaq, gələn turist Qazaxıstandan tutaq gəlir, oturdu, xoş gəlmisiniz adı ilə çox gözəl bir şeydir. Turizmi mən sevirəm. Yəni bunu sevməmək mümkün deyil. Hər kəsin istirahətə ehtiyacı var. Bax, gələn insanı bir gözəl qarşılasın, bir gül çiçəyi də verə bilərsən də bir. İndi maşına zaten bu adam bir həftədən az qalmayacaq sənin otelində. Sən lazım olan xeyri götürürsən onsuz da. Bir maşın transferinə bir şey olası deyil. Onu getirdin otelə, yerləşdirdin qəşəng sumkalarına, kömək elədin və o turist bizim axı turizm agentliyində take another look, təkrar nəzər yetir var axı. Birinci biz gözəl bir göstərməliyik ki, o təkrar nəzər yetirsin. Bəli, təqdimat çox önəmlidir. Birinci təqdimatdan çox şey asılıdır. Təqdimat çox önəmlidir. Eləcə Palçıq vulkanlarına gələn turistlər artıq deyəcək ki, biz gedək. Necə ki, Qarabağ yeni destinasiya nöqtəsi oldu. Gələn turist artıq orada getmək istəyirdi. Yəni daha çox Azərbaycanda vaxt keçir. Əvvəl məsələn 6 gün, 7 gün, indi artıq 10 günlük, 15 günlük paketlər hazırlanmaqdadır. Və bunlar çox mühümdür hal-hazırki vəziyyətdə və gələn turistlərin ən çox yerli vətəndaşlarda diqqət etdiyim şey, bir şey ödənişsiz olanda ondan daha çox istifadə eləmək sağlamlıq yerlərində o qədər də keçərli deyil. Məsələn, biz bilirik ki, Naftalan nefti nə qədər xeyirli olsa da, müəyyən bir müddətdən sonra ziyana çevrilə bilər. Məsələn, əgər sizə deyirlər ki, bədən temperaturu 36,6-dır. Düzdürmü? Əgər sizə deyirlər ki, bu temperaturda siz burada 18 dəqiqə və yaxud 20 dəqiqə olmaz və bir gündən biri olmalıdır ki, bədən onu qəbul edə bilsin. Siz ödəniş eləmisiniz, yəni mən bunu hər gün istəyirəm və daha çox vannada neft qəbul eləmək istəyirəm. Bu artıq daha çox ziyana çevrilir. Çünki neft elə bir məhsuldur ki, neft şirkətlərində işləyənlərə biz niyə görə yüksək maaş verirlər, bunu daha gözəl bilirik. Hətta onlara ayıran digər məhsullar da verirlər ki, bu zəhərləməsin falan. Və burada vacib məqam ondan ibarətdir ki, artıq qaldığın bir dəqiqə əlavə bədənə əks təsir göstərir. Neftin ən axırıncı maddəsi qudrondur. Qudron da asfaltın, yəni yolun altına çəkilən maddədir. Onun iyi yanından keçəndə qoxusundan hiss edirsən necə maddə olduğunu. Ona görə də son dərəcə bütün dinləyənlərə də sağlam turizmi və yaxud ekoturizm çox diqqət olunması məqamlardır. Mən indi milli parklardan və kamp turlarından, Palçıq vulkanlarından daha detallı da danışacağıq indi davamlı olaraq. Danışaq. Elə keçək mövzumuza. Sadəcə hal-hazırda bizim o Palçıq vulkanları ərazisi qorunmur, yəni açıqdır. İstənilən insanlar və yaxud da ki, turistlər gedib orada Palçıq vulkanlarını seyr eləyə bilirlər. Amma bu gedərkən onlar əsasən nəyə diqqət eləməlidir? Yəni siz bir turist şirkəti olaraq xarici turistləri aparırsınız Palçıq vulkanlarına. Onlara əsasən nəyə diqqət eləyirsiniz ki? Ümumiyyətlə turizm şirkətinin rəhbəri olaraq və mütəxəssis olaraq gələn bütün qonaqlara hər zaman tövsiyə edirəm ki, maarifləndirməni güclü aparsınlar. Məsələn, siz bu yaxın gələcəkdə, yaxın keçmişdə deyək, gördünüz ki, Şəhidlər Xiyabanında turistlər
şəhidlərimizə qarşı hörmətsizlik. Bəli. Və demək olar ki, onlar xarici vətəndaşdır, o bilmir. Onu maarifləndirmə aparmaq Bəli. lazımdır ki, bax bura toxunulmaz yerdir. Burada ədəblər erkanlıdır. Təbii ki, nizam-intizam qaydaları var. Ora gedən turistlərin yanında mütləq şəkildə bələdçi olmalıdır. Bələdçi diplomatik əməkdaş deməkdir. Mənə görə prezidentdən sonra necə ki restoranda ofisiant, oteldə resepsiyon qəbul şöbəsi, eləcə də turizmdə də mütləq şəkildə bələdçi. Bələdçi sözü mənası ilə bələd olmaqdır. Bəli. O adam həmin yerə bələd olmalıdır. Apardığı yerə hara daxil olmaq olar, hara daxil olmaq olmaz. Elə Qarabağ ərazisi özü də minalanmış ərazilər var. O cığırdan, o yoldan kənara çıxmaq olmaz. Bu qaydalar hamısını demək lazım. Bu günləri Qobustan Dövlət Qoruğunun yaxınlığında yerləşir, bilirsiniz. Qobustan Dövlət Qoruğu Qaradağ rayonunun ərazisidir. Və oradan daxil olanda Palçıq vulkanının ərazisinə muzeyə qədər maşınlar apara bilir. O artıq aşağıda vizual olaraq muzeylər var ki, insanlar onu görə bilir. Amma sırf Palçıq vulkanına qalxmaq istəyir, orada xüsusi maşınlar var ki, avtobuslar bir yerdə nəqliyyatda saxlayıb, həmin maşınlara daxil olaraq yuxarı qalxıb onlara baxa bilər. Amma yenə də müəyyən tapşırıqlar verilir ki, yaxınlaşmaq olmaz, şəkil çəkdirmək olar falan. Bu tapşırıqlar protokola uyğun olaraq onlara bildirilməlidir və bildirilir. Və ən vacib mövzulardan bugün hər kəs bələdçidirmi? Biz gedirik xaricdə, ölkəmizi təmsil edirik, sərgilərdə iştirak edirik, müəyyən qədər maliyyə sərf edirik, otellərdə qalırıq, nəqliyyatımız, vizit kartımız, flyerlərimiz falan müqavilə bağlayıb və oradan turist getiririk və burada gəlir bəzi, təbii ki, hamıya aid deyil, bəzi bələdçilər o effekt vermədiyinə görə bələdçidə ən vacib nüans 4 məqam var. Tur rəhbərlə bələdçini çox adamlar fərqləndirə bilmir. Tur rəhbər turu istiqamətləndirir. Hara gedəcəyik, harada saxlayıb yemək yeyəcəksiniz. Məsələn, Şah dağının ərazisinə daxil olub, buradan bilet ala bilərsiniz. Buradan turistlər, məsələn, öyrənmək istəyirsə məktəbi var. Əgər sizdə bir şey olsa, yıxılsaz falan, burada xəstəxana bu məlumatları verir. Amma bələdçinin işi tam fərqlidir. Bələdçi ilk növbədə Azərbaycan tarixini mükəmməl bilməlidir. Çünki əgər burada çalışırsa, çünki tariximizi təhrif eləmək olmaz. Bu çox incə məqamdır. Məsələn, keçən dəfə bir bələdçi gördüm, mən ekspert olaraq yoxlamağa ixtiyarımız var, restoran, otel, turizm şirkətlərini falan. Bir cavan oğlan dayanıb Qız Qalasının yanında deyir ki, Dardanel boğazı, Bosfor falan. Yaxınlaşıram, deyirəm, bir dəqiqə olar sizi. Təbii ki, turistlərin yanında istəmirəm ona nəsə deyim, dəvət edirəm. Azərbaycanda. Bəli, deyirəm ki, siz düz danışırsınız, amma yerində danışmırsınız. Bu Qız Kulesi deyil, bu İstanbul deyil bura. Bu Xəzər dənizidir, Bosfor, Dardanel yoxdur burada qardaş. Deyir, müəllim üzrlə hesab eləyin, mən sizi tanıyıram, mənə deyir. Mənim qohumlarımdır, deyir, Polşadan gəlir. O da Qarabağdaydı, mənə kimi, məndən də bəlkə biraz. Yəni, heç oxşarlığı yoxdur ki, heç qohum da olsun. Yəni, heç olmasa burada yalan olmaz. Çünki əgər bir şey ölkəmizin adına ləkədirsə və yaxud təhrif olunursa tariximiz, mən orada göz yuma bilmərəm ona. Çünki artıq bu informasiya gedir, yayılır. Təbii ki. Və orada digər məqamlar, ikinci məqam sosial-iqtisadi məsələləri üzrə gündəmə gətirməkdir ki, məsələn, hər hansı bir məmurla nəsə bir problem olur. Elə onu sual vermək istəyirdim ki, bu sosial-iqtisadi, yerli əhalinin sosial-iqtisadi inkişafına təsir göstərirmi? Müsbət təsirini gələn turistlər göstərir. Burada iki şeyə biz hazır olmalıyıq. Bir, çox sayda turist, bizdə bilirsiniz ki, beynəlxalq tədbirlər çox olur. Bəli. Burada ən vacib məqam ondan ibarətdir. Bu günləri dünyada o tendensiya gedir. Məsələn, İtaliya ən çox turistlərin cəlb olunan yerdir. İtaliyadır, Fransadır, ən çox İspaniyadır, Yunanistandan da gəlirlər və insanlar artıq etiraz edir. Biz öz gəzməli yerlərimizdən, görməli yerlərimizdən özümüz rahat istifadə edə bilmirik və turist sayı həddindən çoxdur. Biz rahat gəzə bilmirik öz şəhərimizdə. Artıq dövlətə etiraz edirlər. Biz maariflənmə elə getməlidir ki, bizdə. Yəni biz o dərəcəyə çataq. İnsanlar, yox, yəni adam sayı bugün İstanbulda bilirsiniz ki, nə qədər. Dünyanın mən ora gəzərkən mən hər zaman yerli vətəndaşlara deyirəm ki, çalışın İstanbulda olun. Çünki İstanbul 4 imperatorluq görmüş qayıtdadır və möhtəşəm əsərdir. Avropa ilə Asiyanı birləşdirən şəhərdir. Mən həmişə deyirəm, yəni dünyanı gəzsək belə, dünyanın mərkəzi İstanbuldur. Deyir dünya bir ölkə olsa,
onun paytaxtı İstanbul olur. Bəli. Və mən deyirəm ki, yəni nə qədər imkan varsa, nə qədər ki türk bizdədir, inşallah ki sonaycan belə olsun, İstanbula mütləq getmək lazımdır. İstanbul çox gezməli, görülməli şəhərdir. Məsələ ondan ibarətdir ki, bu gün Bakıda zaten kifayət qədər yüklənib. Regionlar, Bəli. çox insan burdadır. Gələn turistlərə də bunun məktəblərdə yenə də həmin mövzuya qayıdıram. Mənim üçün çünki gənclərimiz, şagirdlər çox önəmlidir. Hər şey oradan başlayır. Və biz qonaqpərvərlik, hətta master klassları, təlimlər, məktəblərdə buna uyğun bir şeylər keçirilməlidir. Gələn turistlərə qarşı düzgün davranma. Məsələn, dil bilmirik belə, beynəlxalq dil var da, deyir smile on the face every time 24 hours. Yəni biz bulvarda işləyən xanımlar var idi. Bir tədbir var idi. Bakıda beynəlxalq tədbirlər zamanı biz onlara dedik, bilirik siz xarici dilləri bilmirsiniz əksəriyyət, amma gülməyi ki bilirsiniz. Bəli. Bəlkə də o turist ömründə bir dəfə Azərbaycanda olur. Bəli. Qoy onun yaddaşında Azərbaycanlılar qonaqpərvər kimi qalsın. Zaten eləyik. Yəni olanı göstərin necə Amma olmasa. mən sizə deyim ki, bəlkə də siz də razılaşarsınız ya da bilmirəm, indi sizin də öz fikriniz ola bilər. Mən indiki gənclərimizi və hətta məktəblərimizi çox sevirəm. Çox açıq dünya görüşlüdülər, çox açıqdılar hər bir şeyə, yeniliyə, öyrənməyə. Mən yaxınlarda bir səfərdə idim başqa ölkədə, Avropada və bizim 9 xanım idik, ondan 4-ü gənc idi, 4 nəfər də orta yaşlı xanım idik. Mən o 4 gənclə fəxr elədim. Gənclərimiz çox O istedadlıdır. qədər istedadlı, o qədər dili gözəl bilirlər, özlərini gözəl ifadə eləyirlər. Yəni başqa ölkədəyi ümumiləşmiş bir beynəlxalq dil var, o da ingilis dilidir. İngilis dilində özlərini o qədər gözəl sərbəst şəkildə təqdim eləyirlər, ifadə eləyirlər. Şəhərin gəzməyi olsun, naviqasiyadan istifadə olsun, məsələn, xəritə ilə, texnologiya ilə, məsələn, süni intellekti, hər bir şeydən mən həmişə deyəndə ki, indiki gənclər belə deyirəm, yox, səhviniz var. İndiki gənclər çox ağıllıdır. Bəli. Siz sadəcə onların ağlını qəbul etmək istəmirsiniz. Mən hətta deyərdim ki, onların ağlını düzgün istiqamətə yönəltmək və onlara dəstək olmaq lazımdır. Bəli. Və siz elə bir mövzuya toxunursunuz ki, bu mənim ən danışmaq istədiyim mövzulardan biridir. Bəzi insanlar sanki gənclərə dəstək olmaq istəmir. Yəni. Sanki onun yerini tutacaq və bir ruzunu verən Allahdır. İkincisi də ki, hər kəs zaten öz yerində gözəldir. Hər daş öz yerində ağırdır. Heç kim kimin yerini tutmur. Təbii ki, biz artıq onsuz da ki 20 il onlardan qabaqdayıq. Bəli. Yəni onların indi gələcək vaxtıdır, zamanıdır. Biz nə eləsək də onlar bizdən daha yüksəkdədir. Biz də bizdən əvvəlki nəsildən yüksəkdəyik. Bunu normal olaraq qəbul etmək olmaz. Bəli, bunu qəbul etmək lazımdır. Amma bu günləri biz onlara dəstək olsaq, inandırım sizi ki, Gülüstan olar. Bəli. Gözəllik olar. O gənclər də elə bilməyin, qədir biləndirlər. Sabah layiqincə geri dönüş olacaq. Elə birinci Allaha xatir eləmək lazım, ikinci də gənclərə dəstək olmaq lazım. Mən ayda 2 dəfə təmənnası olaraq gənclərlə görüş keçirirəm. Master klass eləyirəm. Kimsə nəsə sual olursa, mən öz nömrəmi birbaşa verirəm, deyirəm. Bəzi insanlar var ki, köməkçimə yazın. Yəni, məndə elə şey olmaz və istəmirəm də olsun. Niyə? Yəni, gənc niyə sıxılsın? Suallarını verirlər, cavablandırırıq. Elə bir şey ola bilər karyerasında, bu çox önəmlidir. Və hətta biz turistlərə, məsələn, gəlirlər, elə bir dissertasiya işini gəlirlər yanımıza ki, müxtəlif mövzular olur, xüsusən xarici turistlərlə bağlı falan. Köməklik göstəririk. O qədər fəxr edirəm, o qədər sevinirəm ki, yəni nəsə bir cüzi də bir yaxşılıq olanda zaten bizə qalan o olacaq. Yəni Bəli. o gənclər də bu günləri dünyanın hər yerində Azərbaycanlılar işləyir. Biz bunu bəziləri bilsə də, bilməsə də dünyanın ən belə yaxşı şirkətlərində bir Azərbaycanlı mütləq ki görə bilərik biz. Savadlı kadrlarımız çoxdur və onlara yenə də deyirəm dəstək olmaq lazımdır. Bələdçilik ən vacib mövzulardan birinə toxunduq. Tarixi bilmək, ikinci coğrafiyanı bilmək çox önəmlidir. Əgər sən rayona gedərkən turistlər də sizinlə gedirsə və düşüb bir dənə su almaq adına bir yerdən soruşursansa, digər yerdə saxlayıb başqa yerdən soruşursan, turist də hiss edir ki, deyir, yaxşı ki mən gəldim bura, mən gəlməsəm heç bura gəlməzdi bu. Yəni artıq sən nabələd olduğu, bələd olduğu göstərmirsən. Üçüncü ən vacib faktorlardan biri xarici dili səlis bilməkdir.
ki, düzgün çatdırasan. Bəli. Adicə bir söz iki mənada istifadə olunur. Bəli, Məsələn, bəli. bu günləri akademik mən olaraq kitab da verirəm, conversation da eləyirəm tələbələrlə, yəni əlavə olaraq, yəni bonus olaraq təlimlərimdə 504 kitabı var. Birinci söz abandon, akademik sözlərdir 504. Məsələn, leave sözü də tərk eləməkdir, abandon sözü də tərk eləməkdir. Amma fərqli mənalar Bəli. verir cümlələrdə. Məsələn, I live here desəm, məsələn, bura tərk eləyirəm. Məsələn, yenə də gəlsən bu normaldır. Dərsi tərk etməyəm. If I will say I abandon here, mən buranı bir təfəli tərk eləmək, Bəli. ölkəni tərk eləmək və yaxud kimsə bir-birindən ayrılmaq falan. Mən təkrar dönüb bura gəlsəm, deyərsiniz, keçən dəfə demişdi daha gəlməyəcəm, yenə durdu gəldi. Amma görürsüz nə qədər ikisi də tərk eləmək olsa da Bəli. mənası nə qədər fərqli cümlələrdə məna kəsb eləyir. Ona görə bu gün yüksək səviyyədə dili bilmək çox önəmlidir. Orada təbii ki, siyasi suallar da verə bilərlər. Çox gələn turistlər müxtəlif məqsədli suallar da Bəli, verir. Biz buna provokasyon suallar çox olur. onlardan yaymaq və necə düzgün cavab Düzgün cavab vermək bu vermək. çox önəmlidir. Çox. Dördüncüsü ən vacib məsələdir ki, vətənpərvər olmaq. Bu yoxdursa o digər üçü lazım deyil. Vətənpərvər olmaq ölkən haqqında, məsələn bu gün mən çox fəxr edirəm ki, Azərbaycanda 24 saat təhlükəsiz mühit var. Siz gecə də çıxıb şəhərdə keçə Bəli. bilərsiniz. Hətta bir dəfə Əlcəzairdən qonaqlar dedi ki, dedim niyə Bakıya gəlmirsiniz? Dedi Bakı haqqında fikirləşirik ki, axşam çıxarıq, nəsə oğru olar, nəsə Eynən. başımıza nəsə iş gələr. Dedim ki, gecə getdim maşınla, şəhərin mərkəzindən canlı görüntü açdım, göstərdim. Bax bu restoranlar, insanlar rahat gezirlər. Saat təxminən 2 idi, 3 idi. Bax belə bir qəsdən özüm elədim ki, bizim ölkə haqqında yanlış düşünməsinlər və bir həftə üstündən keçdi, 40 nəfər qonaq gəldi. Və həmin addım olaraq, yəni insanlar biz düşünməyək bu gün bütün dünya Azərbaycanı tanıyır. Yox, elə deyil. Yox, tanımırlar. Hələ də kifayət qədər bizim ölkəni tanıtdırma və ölkəyə turist cəlb eləmə imkanlarımız var. Və bunun üçün təbii sərvətlərimiz də var. Bunlardan yararlanmaq lazımdır və bələdçilərimiz də düzgün informasiya verməlidir. Adicə dünyanın ən turist cəlb edən ölkələr Fransada bizim şəhər qədər təmiz deyil. Bizim İtaliyanın özündə demək olar bizdə təhlükəsizlik tam təmin olunur. Orada oğurluq hadisəsi. Bəli. Yəni Kolizeyin qarşısında siz başınızı çevirib Kolizeyə baxıb şəkil çəkdirsən sizin sumkanız yox. Bəli. Bu hallar real faktlardır və yaxınlarda böyük... mənim bir tanış qız var, onun başına gəlmişdi. Şəkil çəkdirərkən çantasını ən böyük mafiyada da bilirik ki, İtaliyada Siciliya mafiyası. Yəni Amerikanın özündə də, yəni bilirsiniz körpülərin altında nə qədər işsiz, imkansız insanlar yatırlar. Amma bu gün Azərbaycanda Allaha çox şükür ki, təhlükəsizlik var və buna da inanırlar turistlər bizim ölkəyə. Amma bunun üzərində hələ çox işləmək lazımdır. Siz bunu necə qiymətləndirirsiniz? Palçıq vulkanlarının gələcəkdə Azərbaycanda perspektivi varmı ekoturizm baxımından? Bəli. Ekoturizm baxımından palçıq vulkanlar biz heç əvəz olunmazdı. Yəni onu tərkibini biz kifayət qədər qarşı tərəfə çatdırsaq, bunu xüsusən biz beynəlxalq sərgilərdə, beynəlxalq tədbirlərdə, bu bilirsiniz, Ümumdünya Səhiyyə Təşkilatı var. Onun tədbirlərində sağlamlığına bağlı insanlar bu günləri təbii sağlamlığın arxasınca gedirlər. Bilirsiniz, bu gün qidalanma özü də çox vacib məqamdır. Hava özü də çox vacib məqamdır. Bu gün imkan tapan kimi insanlar rayona gedirlər. Bəli. O samavar çayı, bulaq suyu nəyə söz deyər? Bilmirəm, o yaş artdıqca insanda bu həvəs daha çoxalır, yoxsa zaman ona doğru gedir, onu da bilmirəm. Çox vacib mövzuya toxunursunuz. Peyğəmbərə 40 yaşında peyğəmbərlik verilib. İnsanın bir kamilliyi yaşı var. Yəni mən deyirəm ki, mən sanki həyata yaşamağa 40 yaşından sonra başlamışam. Bəzən gülürlər mənə, deyirəm yox. Mən indi yaşadığımı hiss eləyirəm. Vətənə bağlanır, daha torpağa bağlanır, daha kövrək olur, daha hər şey hiss eləyir. Və daha çox yaşamaq istəyir. Bəli, daha yaşamaq sevgisi ondan sonra başlayır. Amma düzgün yaşamaq istəyir. Artıq təbiət qoynunda. Əvvəl insanlar, mən hər zaman deyirəm, bugün bizdə daha çox şəhərin mərkəzində yaşamağa meyilliyi, amma xarici ölkələrdə imkanlı insanlar daha çox şəhərdən kənarda, dəniz kənarında, daha çox təbii mühitdə yaşamağa səy göstərirlər. Bugün fast food verən restoranlar var ki, bu sağlamlıq tərəfindən biz bilirsiniz, bizim öz mətbəximiz, məsələn, çox gözəl mətbəximiz var. Keçən dəfə, təbii ki, bunun yağlı tərəfi də var, yeməklərimizin o qədər dadlıdır ki, bizim bir səfirlikdə görüşümüz var idi. Səfirin köməkçisi dedi ki,
Əziz müəllim, mən bura gələndə çox belə formada idim. Bura gələndən sonra günah məndə deyil ha, çəkim artıb. Sizin yeməklər çox dadlıdır. Yəni insan özünü saxlayanda saxlayır əslində, amma həqiqətən bizim yeməklər dünyada öz sözünü demiş yeməklər siyahısındadır və dadına görə, yəni duz istiyor. Bunlar hamısı dad verən, ətin öz xüsusi dadı var. Yəni biz xarici ölkələrdə də, qardaş ölkədə də bunun mən ət yeyə bilmirəm. Ala bilmirik. Yəni Mən o ləzzət ala bilmirik. Mən nə yalan deyim, mən başqa ölkədə olanda demək olar ki, ət yemirəm. Yeyə bilmirəm. Mənim dostlarım hətta səyahətə gedəndə özlərinin sumkalarında bağlı olan yeməklərdən götürürlər ki, orada deyir qız nəsə eləyərik, yeyərik. Yəni bu mətbəxin özəlliyini və gözəlliyini göstərir və bu da bir turizm növüdür. Bu da qonaqpərvərlik, kulinariya turizmidir. Əslində fikir verirsiniz, bütün turizm növləri hamısı gətirir bir yerə çıxartır. İnsanlar pandemiyadan sonra öz sağlıqlarının qədrini daha çox bilməyə başladılar. Əgər əvvəl insanlar sağlamlıqlarını hər hansı bir mərasimdə içki qaldıraraq bunu da sağlamlığına, bunu da içirik filan kəsin sağlığına deyirdisə, indi artıq dərk eləyirlər ki, bununla sağlıq olmaz. Bəli. Sağlıq düzgün qidalanmada, ümumiyyətlə mən o içki ilə o sağlamlıq qətiyyən olsun. arası yoxdur. Yəni tibbi içki başqadır. Əgər həkim tərəfindən tövsiyə olunsa, tibbi spirtlər o başqa. Amma sırf əyləncə məqsədindən o artıq qəbul olunmazdır və təbii ki, haramdır və əsas məsələ ondan ibarətdir ki, bu sağlığa da ziyandır. İnsan öz qəsdinə durmuş kimi olur. Belə bir şey var ki, insanın ən böyük düşmanı elə öz nəfsidir. Biz gecə saat 3-də də yemək yeyən insanlarıq və çörəyi daha çox yeyirik. Bəli. Və bu biz Taylandda olarkən çörəksiz ümumiyyətlə deyir ki, necə doymaq olar? Elə yaxşı doymaq olur ki. Bir dostumuz var, zarafatca deyir ki, dönərlə çörək yeyən adamlar. Yəni biz Taylandda gördüm ki, bizimkilər qaşığı götürüb stolun üstünə vurur, bread, yəni çörək tələb eləyirlər. Onlar da baxır ki, ümumiyyətlə Çin, Koreya zad o tərəflər biraz fitdir də. Yəni hamısı düyüdən daha çox qidalanırlar. Düyü ilə çörək əvəzi də onlarda və onların siz fikir verirsiniz, yemək taxtadan istifadə edirlər və sushinin özünüz görürsünüz, içərisində düyü iləndir və o taxtalardan istifadənin qaydasını mən baxarkən nə qədər onu götürüb qoyarkən həm az, həm də ki onu götürmək nə qədər əziyyətlidir, bir qaşıqla yesin və onu götürəndə 20 dəqiqə ki insan beyni qərar verir doymasından, biz mədəmizlə qərar veririk ölkəmizdə. Çox hallarda. Amma onlar onu götürərkən az və müddət çəkir onu götürmək və 20 dəqiqə yetərli edir və az yeyib daha tez doymuş, daha vaxtında doymuş olurlar deyə düşünürəm və onlar çox sağlamlıqlarına diqqət edirlər. Ümumiyyətlə mineral içkilərdir və çörəklərdir ki, bunlardan biraz nə qədər uzaq olsaq şirniyyatlar da daha çox, bizim şirniyyatlar da çox dadlıdır söz nəslinin anasında və xarici turistlərin ən sevdiyi şəkər bura baxılır. Bizim xaricdən gələn turistlərə şəxsən mən onlara jest olaraq amma sweet deyib yeyə bilmirlər onu çox. Hə, çox şirindir. Biraz dadına baxıb. Bəli, çox yeyə bilmirlər. Gələrkən hava limanında biz onlara təbii ki, əsas yerdən biraz aralıda musiqi ilə onları qarşılayırıq, milli musiqimizlə və milli geyimdə xanım və bey rəqs eləyir və bizim digər əməkdaşımız onlara şirniyyatlar verir kulokun içərisində və arxasında yaş sarfetka bağlanmış verir onlara şəkər və pıramızı, paxlamamızı və maşınlarda sular qoyulur hər turist üçün, hər gün qoyulur. Və bunları ilk qonaqpərvəri və hava limanından təsəvvür edin ki, videolarla çəkiliş eləyirlər və statuslarını paylaşırlar. Digər nə qədər dostları görür. Gələn kimi elə biz onlara qonaqpərvərliyimizi göstərir, nümayiş etdiririk. Çox sağ olun Əziz müəllim, çox təşəkkür edirəm və sonda da belə bir sual vermək istərdim ki, bu palçıq vulkanlarının həm qorunması, həm də ekoturizmin inkişafı ilə bağlı biz hansı addımlar atılmalıdır? Ümumiyyətlə nələr olsa daha yaxşı olar? Ümumiyyətlə palçıq vulkanlarına mən dediyim kimi birincisi onun sanatoriyası yaradılsa gözəl olar. İnsanları biz cəlb eləyərik, satışını eləyərik paketlər şəklində. Biz bunu xaricdə də reklamını eləmiş olub PR-ını apararıq. Bu çox vacib məqamdır. İkinci məqam da ondan ibarətdir ki, həmin yerlərdə həmin qoruğa aid əl işlərinin satılması, yeni iş yerlərini təmin eləmiş olaraq biz bunları, həm də həmin yerə aid kitabçalar olmağı və bu palçıq vulkanının nələrə faydalı olduğunu və kitabça şəklində ingilis dilində, rus dilində, digər xarici dillərdə
şəkildə və oxuyan insanlar daha çox bundan yararlana bilər. Təkrar-təkrar gələrlər Biz ora. necə ki başqa ölkələrə gedəndə Bəli. adi maqnitlər alıb Bəli, bəli. gətiririk. Mən hər zaman deyirəm, biz nazirlikdə çıxışımda demişdim ki, cənab nazir, bizə maraqlı olmamalıdır gələn turist buradan xarici brendləri alıb getsin. Bəli. Bizə maraqlı olmalıdır ki, Made in Azərbaycan adı altında kəlağayımızı, buxara papağımızı, Bəli. digər əncirimizi, üzümümüzü, naşərabımızı, zəfəranımızı, Hı -hı. balımızı Bəli. alıb aparsın ki, Şirvanşahlar Sarayı, Qız Qalası, digər də ölkəmizə aid atributları və yaxud simvol olan əşyaları alıb aparsın ki, yaxın gələcəkdə bir 4-5 ildən sonra da məsələn baxanda, necə ki biz bu gün Louvre deyəndə, Eiffel deyəndə Fransa, Kolizey deyəndə İtaliya yada düşürsə, onlar da baxanda Azərbaycan yada düşsün. Bəli. O brendə baxanda dünyanın hər yerində var, yadına düşməyəcək. Elədir. Və bu günləri Rusiyadan, digər Sovet ölkələrindən Azərçay deyə deyir, gələrkən qonaq dəvət edirlər. Deyirəm, gələndə nə gətirim? Deyir, heç nə lazım deyil, gələrkən ancaq Azərçay gətir. Yəni o qədər çaylarımız, bizim Bəli. düyümüz bu gün cənub zonasında, hətta biz limonumuz, mandarinimiz falan, Hı -hı. yerli banan da artıq yetişir. Bəli. Yəni artıq bizdə Bakı bağlarında siz bilirsiniz, zəfəran, bilgə falan tərəfdə bizim zeytunumuz var, badam bağlarımız var hal-hazırda, fındıq var, Zaqatala, Balakən zon, Bəli, xurmamız var bilirsiniz, Hı -hı. almamız, qubamız bilirsiniz, nar şirələri o qədər xeyirlidir. Mənim bir gənclərimizdən son olaraq bir sizin fürsətdən istifadə edib bir Buyurun, xahişim təbii ki, var çox ki, xoşdur. energetik içkilərdən istifadə eləməsinlər bacardıqları qədər. Onun yerinə əgər 1 manatdan, 2 manatdan söhbət gedirsə, yol kənarlarında satılan nar sokları var. Onları ödəsəz, onlar sıxıb sizi oksigen və bədəninizdə olan dəyişikliyi siz hiss eləyəcəksiniz və o necə bədənin o dərinizin belə necə dirçəlişini siz hiss eləyəcəksiniz və daha gənc qalacaqsınız. Təbii ki, gəncsiniz. Sizin energetik içkilərdən daha energetik olmağınıza ehtiyac yoxdur. Zaten sizdə o enerji var. Bəli, bəli. Çox savadlısınız, çox cəsarətlisiniz. Biz sizinlə fəxr edirik. Ümumiyyətlə xalqımızla fəxr edirik və əsas da istədiyimiz oldu ki, sağlam böyüyək, dövlətimizi, vətənimizi qoruyaq və ən vacib məqamlardan biri həmin o biz onu izah eləsək ki, oradakı rus dilində, xarici dillərdəki gələn vətəndaşlara o da satıla bilər kitabça şeklində və yaxud məlumatlandırıcı pulsuz olaraq verilə bilər və orada gələn insanların onun biz müxtəlif maddələrdə düzəldə bilərik. Məsələn, həmin minerallardan hər hansı bir sağlamlıq üçün sabun falan nəsə düzəltmək olarsa, onları da düzəldib dünya bazarına çıxardıb çox qəşəng şəkildə satışını təşkil eləmək olar. Görün neçə istiqamət üzrə bu sərfəlidir və əhəmiyyətlidir ölkə səviyyəsində və dünya səviyyəsində. Bəli, inkişafına dəstək olmuş ən olar. çox diqqət elədiyim şey ölkənin iqtisadiyyatı ilə yanaşı təbii ki, regionların və vətəndaşlarımızın sosial-iqtisadi inkişafıdır ki, onların inkişafı zaten ölkənin də, dövlətin də iqtisadi inkişafıdır ki, paralel şəkildə gedir. Zaten o olmasa dövlətin yükü artır. Çünki sosial tərəfdən ehtiyac olur vətəndaşlara dəstək olmaq. Amma bugün bu iş yerlərinin açılması, yeniliklərin olması, ölkəyə xarici turistlərin cəlb olunması ətraflı şəkildə həm ölkənin, regionların sosial-iqtisadi inkişafına, həm də dövlətin iqtisadiyyatına birbaşa müsbət töhfəsini verir. Çox sağ olun Əziz müəllim, çox təşəkkür edirəm maraqlı mövzuya görə, maraqlı müzakirəyə görə, maraqlı bilgilərinizə görə. Mən əmin idim ki, siz bizim izləyicilərimiz üçün belə maraqlı məlumatları çatdıracaqsınız və onu siz etdiniz. Bir daha mən sizə təşəkkür edirəm. Çox sağ olun. Verilişimizin bugünkü qonağı turizm üzrə beynəlxalq dərəcəli ekspert Əziz Şiriyev idi və mən əminəm ki, siz də onun fikirlərini bəyəndiniz və sonda həm də tövsiyələrini siz gənclər üçün verdi. Mən də onun dediklərinə qatılıram. Çox sağ olun Əziz müəllim, bir daha təşəkkür edirəm. Verilişimizin mövzusu isə Azərbaycanda palçıq vulkanları, davamlı turizm idi. Və bildiyiniz kimi bu verilişlər, biz artıq 5 veriliş, 5 podkast çəkdik ki, bu verilişlər hamısı Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı layihəsi çərçivəsində həyata keçirilirdi. Layihə Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi tərəfindən baş tutmuşdu və layihənin dəstəyinə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə xüsusi təşəkkürümüzü bildiririk. Sağ olun.